Menyu eyni, qiymətlər isə adi vaxtlarla müqayisədə bir neçə dəfə yüksək. 14 fevral Sevgililər Günü ilə əlaqədar artıq əksər restoranlarda yerlər tutulub. Qiymətləri dəqiqləşdirmək üçün paytaxtda fəaliyyət göstərən bəzi restoranlarla əlaqə saxladıq. İnzibatçıların sözlərinə görə rezervasiya üçün öncədən ödəniş tələb edilir. Hətta bəzi restoranlarda məbləğ bu başdan tam şəkildə istənilir. Qiymətlər isə bir nəfər üçün 100-400 manat arasında dəyişir. Bir nəfər 200 manat pəncərə kənarıdır, ortaması 150 manatdır. Bir nəfər üçün ödəniş 200 manatdır. Bu şou proqramının ödənişidir, menyu daxil deyildir. Ödənişi tam şəkildə ödəməlisiniz 400 manatı. Adam başı 130 manatdır. Biz sizə maket göndəririk, siz maketdə masanızı seçim edirsiniz, 50 manat beh ödəniş edirsiniz. Digər qalıq məbləğ isə restoranda ödənilir. Vətəndaşlar xüsusi günlərdə restoranların yüksək qiymətlər təklif etməsinin doğru olmadığını deyirlər. Müsbət qarşılamıram, insanları nəzərə almalıdırlar. Özəl günlərdə ümumiyyətlə vəbşə ayrı-seçkiliyi yaradırlar insanlar arasında. İmkanı olanlara sərf edir, imkansız insanlara o qədər sərf etmir, o qədər yox, ümumiyyətlə sərf etmir. Ağıllı adam belə yerə getməz. Otar evində yaxud da piknik yerlər özü üçün istirahət edir. Gedib o əlavə gəlirləri ona buna verincən öz cibində qalar. Özü xüsusən də hələ restorana getməz, Sevgililər Günü düzgündür. Marketoloq Samir Mehdiyev isə hesab edir ki, bayram günləri, eləcə də digər əlamətlər vaxtlarda restoranların menyu qiymətini artırması normal haldır. Belə ki, tələbin artması fonunda yer məhdudiyyəti yaranır. Məkan sahibləri isə bunu fürsətə çevirərək daha çox gəlir əldə etməyə çalışırlar. Dünyanın hər yerində, özəl günlərdə insanlar qiymətdən daha çox fokuslandığı sual restoranda, əyləncə mərkəzində yer tapa biləcəmidir. Tələbat nə qədər çoxdursa, qiymət o qədər arta bilir. Normal gündə şərti olaraq 50 manat verdikləri menyu özəl günlərdə 100 manat və ya daha yuxarı çıxa bilir. Bunun bir digər səbəbi özəl günlərdə restoran və iaşə obyektlərinin özəl hazırlıqları ola bilir. Məsələn, masaların bəzədilməsi, xüsusi şou proqramların yaradılması və digər alternativlər qiymətləri avtomatik olaraq qaldıra bilir. Elə beynəlxalq təcrübəyə nəzər saldıqda da görə bilərik ki, əksər ölkələrdə bayram ərəfəsində kafe və restoranlarda qiymət fərqi yaranır. Lakin bu fərq təkcə artımdan ibarət olmur. Hətta bəzən bayram gününə özəl olaraq menyuda güzəştlər nəzərdə tutulur. Azərbaycanda isə kafe və restoranlar illik gəliri bir gün içərisində çıxarmağa cəhd edirlər. 50 manatlıq menyunun 200-250 manata təklif edilməsi də elə bunun göstəricisidir. Müşfiq Ağakişiyev, Yusif Kərimli, Samir Qasımov, Xəbər ertəsi.